Bizə ən çox verilən suallardan biri də mopedi hansı hallarda sürücülük vəsiqəsi və texpasportu olmadan idarə etməyin mümkün olmasıdır. Bu suala qanunvericilikdə nəzərdə tutulmuş hallarla tam dəqiq cavab almaq üçün gəlin gedək vəkildən dəqiq soruşaq. Moped, motosiklet istifadəçilərinə hansı hallarda nə kimi sənədlər tələb olunur? Yol hərəkəti haqqında qanunun 27-ci maddəsinin 2-ci hissəsinə əsasən mühərrikin işçi həcmi 50 kub santimetrdən və konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün növ nəqliyyat vasitələrinin idarə olunması üçün qeydiyyat şəhadətnaməsi və yaxud el dilindən desək texniki pasport tələb olunur və onları idarə etmək üçün sürücülük vəsiqəsi əldə olunmalıdır. Belə olan hallarda əgər moped və ya motosiklet elektrik mühərriklidirsə və sürət limiti 50 km/saatdan artıq deyilsə, bu halda həmin nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi və ya texpasport tələb olunurmu? Xeyr, qanunvericiliyin tələbinə görə əgər moped elektrik mühərriklidirsə və yaxud konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq deyilsə, onun idarə olunması üçün texpasport və sürücülük vəsiqəsi tələb olunmur. Qanuna görə sürücülük vəsiqəsi tələb olunmayan mopedləri idarə edərkən dövlət yol polisi saxladıqda hansı sənədlər təqdim olunmalıdır? Mopedin mühərrikinin elektrikli olmasını və yaxud mühərrikin həcminin 50 kub santimetrdən və konstruktiv maksimal sürətinin saatda 50 km-dən aşağı olmasını təsdiq edən zavod tərəfindən verilmiş sertifikatın təqdim olunması kifayətdir. Bu halda sürücülük vəsiqəsi və texpasportun olmamasına görə yol polisi tərəfindən hər hansı cərimə tətbiq oluna bilməz. Sürücülük vəsiqəsi tələb olunmayan mopedlərin istifadəsi üçün qanunvericilikdə yaş məhdudiyyəti nəzərdə tutulurmu? Sürücülük vəsiqəsi tələb olunmayan mopedləri 16 yaşdan etibarən idarə etmək mümkündür. Əlavə olaraq da onu bildirmək istəyirəm ki, sürücülük vəsiqəsi tələb olunsa da, olunmasa da, yol hərəkətinin bütün iştirakçıları yol hərəkəti qaydalarına əməl etməyə borcludurlar.